Salam hürmetli tamaşaçılar, birazdan bir hikaye verilişimiz yeniden sizinlerle. Bugünkü dönemimiz Cende Dersler Evi'nin baş direktörü Aziz Şahriyar Hacıyev Şahriyar'ı hoş geldiniz. Hoş gördük. Hoş gördük zaten. Artık dördüncü bu arkadaşımızla bu arkadaşımız yadadalar olur. Ümit varım sizin tavsiyeleriniz rakip gençler için bir önem gösterecek. İnşallah. Suallerimizi demiyorlar gençler yorumları sizin profile uygun olarak. İlk sualimiz bugünkü gençlerin insafının karşısına alan en önemli problem nedir? Təşəkkür edirəm İlqar bəy sual üçün. Sualdan öncə deyək ki, bizi bu verilişinizə cəlb etdiyiniz üçün ümid edirik ki, faydalı olar gənclər üçün. Bizim səsləndirəcəyimiz fikirlər onların gələcək karyerasında, həyatında hansısa müsbət mənada yaxşı bir rol oynayar. Sual əslində maraqlı sualdır və günün tələblərinə uyğun sualdır. Və həm də onu deyim ki, çox şaxəli sualdır. Yəni sual barədə çox danışmaq olar, amma mən öz perspektivimdən gördüyüm hissələri deyim. Bu gün gənclərdə inkişafının qarşısını alan məsələlərdən biri bəzən məqsədsizlikdir, bəzən istəksizlikdir və yaxud da özünü kimlərləsə müqayisə etmək anlayışıdır. Hansı ki, Allah Taala insanları yaradıb, hər biri özəl, gözəl və xüsusidir. Necə ki, baş barmaqlarımızın izi heç bir insanda üstə düşmədiyi kimi, insanın şəxsi şüuru, düşüncəsi, yanaşma tərzi, bunlar da hər biri özəldir. Biz hər birimiz onları inkişaf etdirməliyik, onu yaxşı mənada vərdişə çevirməliyik. Bizim həyatımız zaten vərdişlərdən ibarətdir deyə düşünürəm. Ən birinci məqsədləri, vizyonları və istəkləri olsun. Bunlar olduğu təqdirdə real zaman kəsiyində çalışaraq nəticə əldə etmək olur. Nizam intizamlı olsun. Bir sözlə nizam intizam. Əlbəttə. İkinci sualı da biraz uygundur. Gençlerin motivasyon azlığı var mı? Yani varsa nedendir bu? Gənclərin həvəssizliyi deyək, demotivasiyası deyək, bu da geniş məfhumdur. Baxır hansı sahəyə sirayət edir, necə sirayət edir. Bu gün deyərdim ki, gənclərin ümumi bütün həyatına təsir edən faktorlardan biri sosial şəbəkələrdir. Hansı ki, onların da yaxşı olmayan tərəfləri, insanların lüks həyat yaşamaq istəyi, hamının xoşbəxt görünməyi, amma əslində pərdə arxasında hər şey o qədər də asan və görünmür. Əlbəttə, bəli. Xoşbəxt olan insanlar da var, amma xoşbəxt insan zaten bəzən paylaşmır. Özü üçün xoşbəxtdir deyə öz həyatını, anı yaşayır. Amma bu gün təəssüf olsun ki, bir çox təbəqələrdən olan insanlar fərqli formalarda bunu təbliğ edirlər. İnsanların sanki hamının xoşbəxt yaşadığı, hamının maddi firavanlıq səhəsində yaşadığı göstərilməyə çalışır, hamının lüks həyat olduğu göstərilməyə çalışır ki, bu da bəzən gənclərimizi biraz təcrübəsiz, biraz hələ təhsil yönümündə həyatdan soyudur. Əlbəttə, onlar özlərini müqayisə edirlər. Yəni bu müqayisə olmasa, zaten insan ən gözəlini, ən özəlini yaşayır deyə düşünürəm. Müasir dövrdə gənclərin ən çox hansı bacarıqlara ehtiyacı var? Müasir dövrdə çox yaxşı sualdır. Hansı bacarıqlara ehtiyacları var? Düşünürəm ki, son illərin tendensiyası olan bu hansı ki, süni intellekt daha belə məşhurlaşandan etibarən insanların analitik düşüncə və rəqəmsal bacarıqlar faktorunu inkişaf etdirmək özündə vacib amillərdəndir. Tənqidi düşüncə olmalıdır,
şəxslər arası effektivlik olmalıdır. İnsanlar bunlardır xüsusi bir bacarıqlardır, sonradan formalaşdırılır insanda, yəni anadan gəlmə olmur. Tənqidi düşünməklə əlavə yaradıcı düşünmə də olmalıdır. İnsanlar əgər bu xüsusiyyətləri özlərində gənclərimizə kəşf etdirsə, düşünürəm ki, həm özləri, həm cəmiyyət üçün, vətəndaş cəmiyyət üçün xüsusilə yaxşı mənada töhfə olacaq. Ya müəllim, gənclərin psixoloji vəziyyətlərini necə qiymətləndirirsiniz? Mən sizi izləyirəm, siz illər ki, gənclərin arasındasınız. Necədir vəziyyətlər? Gənclərin psixoloji durumu bəzi hallarda çox yaxşıdır deyərdim, bəzi hallarda da çox pisdir. Sanki təbəqələşmə iki pillədən ibarətdir. Aşağı, orta səviyyə yoxdur, ya da tam yüksəkdir. Mən adi təlimlərdə deyirəm, bəlkə də tarixə baxdaq, gənclər nə heç zaman bu qədər yüksəyə qalxmıyıb, nə heç zaman bu qədər tənəzzülə etməyib, yəni bir həm yuxarıki şərait var, heç zaman maşallah belə olmur. Həm də bu dibə köçüş var ki, o da heç zaman olmur. Bu da faktor nədir adam? Düşünürəm ki, burada təhsil faktorunun çox böyük rolu var. Bəzi gənclərimiz var ki, biz işləyirik, gənclərlə 14-29 yaş qrupundan işləyirik, hədəf qrupumuzdur. Xüsusilə gənclər qanunvericilik uyğun olaraq. Təsvir olsun ki, bəzən bu gün gənclərimiz universitetə daxil olurlar, oxuyurlar, amma bu bildikləri özləri üçün deyil, sanki kiməsə tətbiq etmək üçün, kiməsə göstərmək üçün göstəriş naminə olur və daha çox müqayisə yönümlü olurlar. Özlərini kimlərlə müqayisə edirlər. Yenə təkrarçılıq olmasın, həmin mövzuya gəlirik. Yəni hər biri özündə ayrıca bir fərqdir. Hamının universitetə girdiyi, daxil olduğu ballar fərqli olduğu kimi, adları fərqli olduğu kimi, onların dərsə, təhsilə yanaşmaları fərqli olmalıdır. Hər biri özü üçün, öz dərk elədiyi səviyyədə. Adam var 1 saat vaxt ayırır, oxuyur, adam var 3 saat dərsə vaxt ayırır. Hər orqanizma, hər şüur fərqli olduğu kimi, burada düşünürəm ki, gənclər özlərində işləməlidirlər, məqsəd yönlü olmalıdırlar və necə deyirlər, onların özünün şəxsi inkişafı, türklər buna kişisel gelişim deyirlər. Nə qədər buna artırsalar, inkişaf etdirsələr, öz həyatları, bizim cəmiyyətimiz, bizim gələcək nəsillərimizə belə deyək də, ötürmüş olduqları bir ənənə olar. Sonra belə bir sual verim. Sizdən xəbərsiz olan gənclərə, həm onlara, həm ümumən gəncliyə bir tövsiyəniz, çağırışınız varmı? Əlbəttə, çox təşəkkür edirəm bu şansı da verdiyiniz üçün. Belə bir çağırış etmək çox böyük bir, belə deyək də, nüfuzdur, qürurdur. Səlcuq Bayraktarı yəqin ki, hamımız tanıyırıq. Bu Bayraktar TB2-lərin müharibə dönəmində biz daha çox məşhurlaşdı. Bilirik, Səlcuq Bayraktar mənim şəxsin özünə xüsusi bir hörmətim var. Onun bütün TEDx formatlı çıxışlarını izləmişəm. Çıxışların birində deyir, necə oldu ki, bir gün dinozavrlar yoxa çıxdı. Göydən bir daş gəldi, dinozavrlara dəydi, onları məhv elədi. Xeyr, göydən bir daş gəlir, meteorit parçası, gəlir yer qabığına dəyir. Yer qabığı deşilir, oradan vulkan püskürür. Vulkan püskürməsi nəticəsində bulud əmələ gəlir. Bulud günəşin yerə düşməsinin qarşısını alır və nəticədə yerdəki canlılar, besinlər qidalana bilmirlər. Və avtomatik olaraq kütləsi 200 kilodan ağır olan nə varsa, hansı ki, indiyə qədər üstünlük əldə edirdilər çəkilərinin ağır olduqlarına görə hər şeyi əzib dağıda bilirdilər. Çəkilərin artıq olması onların dezavantajına çevrilir. Yəni, çəkisi 200 kilodan artıq nə varsa, hamısı məhv olur. Dinozavrlar beləcə kökü kəsilir. Demək istədiyim odur ki, bizim vizyonumuz, misyonumuz, həyata baxış bucağımız
nə qədər açıq və net olarsa, biz gənclər bəzən elə bilirlər ki, hansısa bir mərhələdə kimlərdənsə geri qalıblar. Əmin olun, bizim yolumuz düz olduğu müddətdə zaman gəlir, baxırıq ki, dinozavr yolumuzda aşıb və biz hamıdan öndəyik. Və gənclərə hər zaman öndə olmağı, irəli getməyi arzulayırıq. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm. İşlərinizdə daha da uğurlu olmağınızı arzuluyorum. İnşallah. Belə Təşəkkür edirəm. izləyicilər, bugünkü verilişimizin də sonuna gəldik. Növbəti qonaqlarla görüşmək ümidilə.